tikmək haramdır. Hal-hazırdakı əlimdəki telefondan tutmuş, evimdə işlətdiyim paltaryuyandır, soyuducudur, nə bilim, elektrik əşyalarının çoxusu kreditlə əldə etmişik. Deməli, bayramdan qabaq bankdan zəng gəldi bizə, mikrokredit təklif olundu. Düzdür, faizi çox yüksəkdir, rəsmi şeiri yoxdur deyə. Yəni biz 12-13% almadıq, 34%, yəni 33.7% götürdük 2 illik. 3500 məbləğində pul götürdük. Onun nə bilim komissiyası, vergisi, sığortasını ödəyəndən sonra bizə qaldı 3208 manat təmiz pul qaldı. Həmin o pulla, yəni biz bu işi başlamışıq. Deməli, nə alındı? Alçıpanlar alındı, profillər alındı, izolyasiya fayqa alındı. Ne bilmirəm, adını düz deyirəm, səhv deyirəm. Bugün də gəldik Dərnəgilə. Evin ancaq tok sistemi